Dünyada qadağan olunmuş, lakin bəzi ölkələrdə hələ də qanuni olan şok edici sahələr. Demək olar ki, bütün ölkələrdə qadağan edilən, lakin dünyanın bəzi yerlərində hələ də qanuni olaraq fəaliyyət göstərən şok edici sahələri sizlər üçün toplamışıq. İt fermalarında it ətinin istehsalı və satışı. Bu fəaliyyət dünyanın demək olar ki, hər yerində qadağan olunsa da, Çin və Vyetnam kimi ölkələrdə bu ticarətə hələ də qanuni olaraq icazə verilir. Uzun illər bu siyahının başında gələn Cənubi Koreya artıq bu məsələdə tarixi bir addım atıb. Cənubi Koreya parlamenti ölkədə it ətinin istehsalı, kəsilməsi və satışını tamamilə qadağan edən qanun layihəsini rəsmən qəbul edib. Seks sənayesi və fahişəlik. Bir çox ölkənin qanunvericilik səviyyəsində qarşı çıxdığı və cinayət hesab etdiyi bu sahə Almaniya, Niderland, Avstriya və Yeni Zelandiya kimi ölkələrdə müəyyən hüquqi çərçivələr və qanunlar daxilində tamamilə leqal bir iş sahəsi peşə kimi qəbul olunur. Almaniya və Niderland modeli. Burada bu sahədə çalışan şəxslər rəsmi qeydiyyata düşür, vergi ödəyir, tibbi sığorta və sosial təminat hüquqlarından yararlanırlar. Dövlət bunu nəzarətdə saxlamaqla gizli insan alverinin qarşısını almağa çalışır. Şimal, yəni Skandinaviya modeli. İsveç, Norveç və İslandiya kimi ölkələrdə isə yanaşma tam fərqlidir. Burada fahişəliklə məşğul olan şəxs yox, məhz bu xidməti satın alan müştəri cinayət məsuliyyətinə cəlb olunur. Bu qanunun məqsədi tələbi azaltmaqla sahəni tamamilə yox etməkdir. Balina ovçuluğu. Dünyanın demək olar ki, hər yerində balinaların nəslinin kəsilməsinin qarşısını almaq və onları qorumaq naminə bu ov növü tamamilə qadağan edilib. Lakin Yaponiya, İslandiya və Norveç kimi ölkələr bu beynəlxalq qadağalara tabe olmayaraq hələ də qanuni şəkildə balina ovuna icazə verməkdə davam edirlər. 1986-cı ildə Beynəlxalq Balina Ovlama Komissiyası qlobal qadağa qoysa da, bu üç ölkə fərqli bəhanələrlə ovu davam etdirir. Yaponiya uzun illər bu ovu elmi tədqiqat adı altında həyata keçirirdi. Lakin sonradan Beynəlxalq Balina Ovlama Komissiyasından rəsmən çıxaraq öz ərazi sularında kommersiya məqsədi ilə balina ovunu tamamilə leqallaşdırdı. Norveç və İslandiya isə moratoriyaya rəsmi etiraz edərək öz daxili kvotaları ilə ovu davam etdirirlər. Lakin son illərdə balina ətinə qlobal və daxili tələbatın kəskin azalması, eləcə də ekoloji etirazlar səbəbindən xüsusilə İslandiyanın yaxın gələcəkdə bu lisenziyaları tamamilə ləğv edəcəyi gözlənilir.